إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهديه الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزدنا علما. Allah Teala bu meclisi bereketli eylesin. Ve Allah Teala'dan istəyirəm ki, bizi öz dinində sabit etsin. Deməli, qəzəb haqqında insanın qəzəblənməsi və qəzəbin hökmü və həmçinin qəzəbin törətdiyi pis nəticələr. Əbu Hüreyrədən gələn hədisdə deyir ki, bir kişi Allah Resulü sallallahu aleyhi və səlləmə dedi ki, mənə tövsiyə elə. Və buyurdu sallallahu aleyhi və səlləm, lə tağdab, qəzəblənmə. Və o kişi bir neçə dəfə təkrarladı. Hər dəfə dedi ki, ya Resulullah mənə tövsiyə elə. Və hər dəfəsində də Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, lə tağdab, qəzəblənmə. Hümeyd ibn Abdurrahman Allah Resulü sallallahu aleyhi və səlləmin səhabələrindən bir kişidən rəvayət edir, deyir ki, bir kişi dedi ki, Allahın elçisi mənə tövsiyə elə. Və dedi Allah Resulü sallallahu aleyhi ve sellem qəzəblənmə. Və həmən kişi deyir ki, fikirləşdim. Allah Resulü sallallahu aleyhi ve sellem mənə bunu deyəndə, qəzəblənmə deyəndə fikirləşdim Allah Resulü sallallahu aleyhi ve sellem sözünü və gördüm ki, yəni qəzəb bütün şərləri cəm edir. Düşündüm ki, bildim ki, qəzəb bütün şərlərə cəm edir. Və İslam dini yəni bütün üstünlüklərə, xeyirlərə yönəldən ümumi tövsiyələrlə gəlmişdir. İslam dini bütün xeyirlərə insanı çağırır. İslam dini insanların danışıqlarını, əməllərini düzəldir, əgər dinin əmirlərinə riayət etsələr, qadağanlarından uzaq dursalar. İslam dini insan nəfsini aşağılıqdan, səfehlikdən, zəlillikdən uzaq tutur. Və həmçinin İslam dini insanı düşüncəsiz əməl etməkdən uzaqlaşdırır və pis feillərdən uzaq tutur. Və həmçinin xoşa gəlməz, çirkin sözlərdən də insanları çəkindirir. Və bu da bu dinin, İslam dininin kamilliyindən, gözəlliyindəndir və insanlara olan xeyrindəndir ki, İslam dini ən gözəl əxlaqlara və üstün keyfiyyətlərə, xeyirlərə yönəldir. Və İslamda olan tövsiyələri fikirləşsək, yəni bu dində olan, hədislərdə, ayələrdə olan tövsiyələri fikirləşsək, əxlaqi tövsiyələr və görərik ki, ən gözəl əxlaqlar, ən təmiz əxlaqlar, ən uca ədəblərə yönəldir. İslam insanı ən uca, ən gözəl əxlaqlara sövq edir. Və İslam dininin dəvət etdiyi, çağırdığı əzəmətli, gözəl əxlaqa zid olan şeylərdən də insanın qəzəblənməsi, tez, sürətli özündən çıxması və qəzəbin gərəkdirdiyinə tabi olması, hansı ki, qəzəb pis feillər, xoşa gəlməz sözləri gərəkdirir və insan da əgər buna tabi olursa, bu da İslamla zid gəlir. İslam dininə uyğun gəlmir. Və kim də qəzəblənib, qəzəbinin tələb etdiyini edirsə, bilsin ki, Allah Teala'nın dininin əmr etdiyini əks edir. Dinin gözəlliklərindən kənara çıxır. Çünki qəzəb insanı pis əməllərə, çirkin sözlərə aparır. Və bu qəzəbin közü sönəndən sonra insan peşman olur. Necə ki demişlər, Əl-qadabu əvvəluhu cununu və nihayətuhu nədəm. Qəzəbin əvvəli məcnunluq, dəlilikdir
axırı isə peşmanlıq. Və qəzəb insanın qəlbindəki qanı qaynadır və insanın ürəyində, qəlbində döyüntülər artır və istəyir ki, o qəzəbin gərəkdirdiyini etsin və yaxud da kim tərəfindən ona əziyyət olubsa, ondan intiqam almaq istəyir və ya kim tərəfindən ona bu həyəcan, bu qəzəb hasil olubsa, ondan intiqam almaq istəyir və belə olduqda insan pis sözlər istifadə edir və çirkin əməllərə əl atır. Və belə olanda insanda qəzəb şiddətlənəndə, qəlbdə bu qəzəb közü alışanda insan özünü idarə edə bilmir. Çox vaxt öz nəfsinə sahib çıxa bilmir, nəfsini yüyənləyə bilmir. Əksinə dil hər cür söyüş, təhqir, çirkin sözlər istifadə edir və elə sözlər ki, adi, normal vaxtı özü bu sözlərdən insanları çəkindirir. Və bədən üzvləri də, orqanlar, görsən, günah və asiliklərə əl atır. Ya vurur, düşmənlik edir, bəzən də öldürür. Və İslam dini də müsəlmanları sövq edir, qəzəb vaxtı öz nəfsinə sahib çıxmağa və işin aqibətinə baxmaq, işin sonuna baxmaq. Cəfər ibn Muhammed deyir ki, Əl-qadabu miftahu kulli şər. Qəzəb hər bir şərin açarıdır. İbn-i Mübarəkə deyəndə ki, İcmə' lənə husnəl xuluqi fi kəlimə. Deyirlər ki, bizə bir kəlmə, bir cümlədə gözəl əxlaqı cəm et. Deyir ki, qəzəbi tərk eləmək. Və Allah Rasulü sallallahu aleyhi ve sellemin sözü bizim üçün kifayətdir. Və buyurur ki, lə təğdab, qısa kəlmə, 2 kəlmədən ibarət cümlə, lə təğdab, qəzəblənmə. Və bu cümlə də 2 əzəmətli işi özündə cəm edir, şamil edir, mütləq bunlar olmalıdır. Birincisi, insan, müsəlman öz nəfsini üstün əxlaqlar üçün məşq elətdirməlidir, gözəl ədəblərə yönətməyə məşq elətdirməlidir, səbr etmək, həlim olmaq, təmkinli olmaq, tələsməmək və başqa hansı ki, bu üstün əxlaqlardır. Bunlar hamısı üstün əxlaqlardır. Və əgər insana qəzəb gələrsə, birdən qəzəblənərsə, gözəl əxlaqla yüyənləməlidir. Üstün ədəblərlə və həlimli olmaqla, təmkinli olmaqla, səbirlə bunu qarşılamalı. Və bu birincisi. Özünü məşq elətdirməlidir. İnsan vərdiş etməyə çalışmalıdır. Üstün əxlaqlara, gözəl ədəblərə, səbir, həlim, təmkinli olmaq, tələsməmək. İkincisi isə, əgər qəzəb varsa və qəzəbin səbəbləri ortadadırsa, onda müsəlman nəfsini saxlamalıdır pis danışıqlardan və pis əməllərdən. Qəzəb vaxtı tələsərək dilindən hər hansı bir söz çıxartmamalıdır və yaxud da hər hansı bir əməl etməməlidir. Elə bir şey deməməlidir ki, və yaxud da elə əməl etməməlidir ki, qəzəbin közü sönəndən sonra peşman olsun. Və belə vaxtı Allah Rasulü sallallahu aleyhi ve sellem öyrətdiyi kimi insan tez Allaha sığınmalıdır. Çünki insandakı o qəzəbi alovlandıran şeytandır. Və əgər insan qəzəblənirsə, qəzəbləndiyi vaxt şeytan insana daxil olmaq üçün mənfəs tapır, bir giriş tapır. Və ondan sonra pis əməllərə onu sövq edir və pis sözlərə. Səhih Buxari və Müslimdə Süleyman ibn Suraddan rivayət olunan hədisdə deyir ki, 2 kişi Allah Rasulü sallallahu aleyhi ve sellem yanında bir-birini təhqir etdilər. Qəzəbləniblər, bir-birini təhqir etdilər və Allah Rasulü sallallahu aleyhi ve sellemin yanında biz də oturmuşduq. Biri digərini təhqir edirdi. Qəzəblənərək, hirsindən və üzü də qızarmışdı.
Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, mən elə bir kəlmə bilirəm ki, əgər onu desə, onda olan şey ondan gedər. Əgər desə ki, Əuzu billahi minəşşeytanirracim və o kişiyə deyirlər ki, eşitmədinmi Allah Resulü sallallahu aleyhi ve sellem deyəni və o da deyir ki, mən məcnun deyiləm. Yəni, o sözü deməyə təkəbbürlük edir. Deyir ki, mən məcnun deyiləm, yəni cinli adam deyiləm. Və bu vaxtda insan qəzəbləndiyi vaxt bu sözü deyərsə, qəzəbin közü sönür, təsiri azalır. Əgər mənasını dərk edərək, Allaha sığındığını düşünərək deyərsə ki, qovulmuş şeytandan Allaha sığınıram. Və əgər insan Allaha sığınarsa, mənasını düşünərək, ondan sonra sonu, axırı xoş olur. Yəni, insan şeytanın tora salmasından xilas olur. Allah Teala buyurur: "Və immə yenzəğənnəkə minəş-şeytan nəzğun fəstə'iz billah." Əgər şeytandan sənə bir vəsvəsə toxunsa, Allaha sığın. Və həmçinin Allah Resulü sallallahu əleyhi və səlləm iki şeyə yönəltmişdir qəzəb vaxtı. Birincisi dillə bağlıdır, ikincisi bədən üzvləri ilə. Dillə əlaqəli olan odur ki, Allah Resulü sallallahu əleyhi və səlləm buyurur hədisdə: "İdə ğadibə ahadukum fəliyəskut." Sizdən biri qəzəblənsə sussun. Yəni insan qəzəblənsə nə eləsin? Sussun və bu hər kəsə aiddir. Evdə kişi əgər ata, ailə başçısı qəzəblənibsə, sussun, yəni susmaqla öz nəfsini saxlayır xoşa gəlməz sözlərdən. Qəzəb vaxtı susmalıdır. Və həmçinin qadın da qəzəblənirsə uşaqlarına və yaxud da ərinə və yaxud da ailədə başqa insanlara susmalıdır ki, sonradan peşman olacaq sözlər ağzından çıxmasın. Və bir çox qadınlar evdə qəzəblənən kimi dərhal ya ərini təhqir edir, ya da ki, öz övladlarını təhqir edir, onlara bəddua edir və xoşa gəlməz adlar deyir. Və insan birincisi susmalıdır. Artıq sözlər istifadə etməməlidir. Bəzən insan görürsən qəzəblənir, söyüş söyür, təhqir edir, lənət edir, bəzən də özünü, öz valideynlərini, öz övladlarını lənətləyir. Qəzəb gedəndən sonra peşman olur, lakin dediyi sözlər artıq əməl dəftərində yazıldı. Ona görə qəzəbləndisə, Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, sussun, yəni insan danışmasın, dilinə sahib çıxsın. Qəzəb vaxtı dilinə sahib çıxsın və sussun. Qəzəbləndiyi vaxt çünki insan bilmir nə danışır. Və qəzəb kömürü, közü sönənə qədər sakit dursun. Mavr al-İcli deyir ki, "Mə qultu fil ğadabi şeyən illə nədimtu aleyhi fil rida." Mən qəzəbləndiyi vaxt, nə vaxt bir şey dedimsə, sakit vaxtı, razılıq vaxtı ona peşman oldum. Və bu birinci iş, dillə əlaqədar. İkincisi, bədən üzvləri ilə əlaqədar. Allah Resulü sallallahu əleyhi və səlləm tövsiyələrindən, əmrlərindən Ənəs bin Məlik deyir ki, Allah elçisi sallallahu əleyhi və səlləm demişdir: "İzə ğadibə ahadukum və huve qaimun felyeclis." Sizdən biri qəzəbləndisə, ayaq üstədirsə otursun. Əgər gedərsə o qəzəb, nə gözəl, əgər getməzsə onda uzansın. Deməli, dillə əlaqədar, bir də bədən üzvləri ilə. Dillə insan sussun, danışmasın, bədən üzvləri ilə isə ayaq üstəsə otursun, əgər qəzəb getməsə uzansın. Çünki qəzəb vaxtı insan ayaq üstədirsə və kimə qəzəblənibsə, ola bilsin, ona qarşı tez təcavüz edə bilər, zülm edə bilər, vura bilər. Lakin nəfsinə malik olaraq, Allah Resulü sallallahu aleyhi və səlləm bu sözünə təslim olaraq dediyi kimi oturarsa, həm şeytanı sındırmış olur, həm Allah Teala'nın razı qaldığı işi etmiş olur ki, Allah elçisi sallallahu aleyhi ve sellem tabi oldu və həmçində qəzəbinin gərəkdirdiyi şeydən uzaqlaşmış olur.
Əgər getməsə onda uzansın. Və kim də bu iki əzəmətli tövsiyəni edərsə, dillə əlaqədar, bir də bədən üzvləri ilə, əgər bu ikisini edərsə, susur və həmçinin ayaq üstə oturur və yaxud da uzanır, ta ki qəzəb sönənə qədər, onda bu insan kişiliyin kamilliyini özündə cəm etmiş olur. Əgər bunlara əməl edərsə, həqiqi, güclü kişilərdən sayılır. Əsl kişilərdən sayılır. Və əsl kişi qəzəbləndiyi zaman söyən, təhqir edən yox, qəzəbləndiyi zaman nəfsinə malik durur, sahib çıxır və Allah elçisi sallallahu aleyhi və səlləmə təslim olur. Və necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Leysə şədidu bis-sur'a. Güclü insan güləşdə yıxan deyil. İnnəmə şədidul-ləzi yəmliku nəfsə əndə qadab. Həqiqi, əsl güclü o insandır ki, qəzəb vaxtı nəfsinə sahib çıxır, nəfsinə malik olur, nəfsini saxlayır. Və kim də qəzəb vaxtı öz nəfsini saxlamırsa, sahib çıxmırsa, malik ola bilmirsə və kimə qəzəblənibsə ona pis sözlər istifadə edir, artıq kəlmələr istifadə edir, bəzən də yalan danışır və görürsən, insanlar da onu tanıyırlar. Və görürsən, insan qəzəbləndiyi zaman artıq işlər əl atır. Və sur'a, hədisdə keçən sur'a, yəni insanları güləşdə yıxan adamdır, yıxmaqdır. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu hədisdə bildirir ki, yəni əsl güclü adam qəzəb vaxtı öz nəfsinə sahib çıxandır. Özünə malik çıxandır. İbn Avun rahimallah kiməsə qəzəbləndiyi zaman deyərdi ki, Bərakallahu fik. Allah sənə bərəkət versin. Və bundan artıq heç nə deməzdi. Deməli, üstün əxlaqlardandır ki, insan nəfsinə sahib çıxsın, nəfsinin gərəkdirdiyini etməsin və qəzəb vaxtı, hansı ki, insan danışığını bilmir, əməllərini bilmir, həmən vaxtı artıq kəlmələr istifadə etməsin, artıq hərəkətlər etməsin. Və kim də qəzəb vaxtı danışır, nəsə edirsə, danışığı, əməlləri şəriətin çərçivəsindən kənar olur. Çox vaxt üstün əxlaqlardan çıxmış olur. Çünki qəzəb vaxtı danışdığı sözlər heç bir tərəzi ilə uyğunlaşmır. Və həmçinin etdiyi əməllər də qəzəb vaxtı müəyyən ölçüdə, biçimdə olmur. Və kim də qəzəbləndiyi vaxt danışır, qəzəblə əməl edirsə, onun danışdığı sözlər, əməllər ədəb və əxlaqdan uzaq olur. Və bu hədis də əxlaq məsələsində yəni cəm edən hədislərdən sayılır. Və hansı ki, sahabə tələb edir, Peyğəmbər sallallahu aleyhi ve sellemdən tövsiyə istəyir. Və deyir ki, qəzəblənmə. Yenə təkrar deyir, yenə deyir qəzəblənmə. Və sonra deyir ki, mən fikirləşdim Peyğəmbər sallallahu aleyhi ve sellem sözünü və düşündüm ki, qəzəb bütün şərləri cəm edir. Və bu da keçmiş, salih sələflərin, sahabələrin yoluydu ki, onlar bir hədisi eşitəndə düşünürdülər, fikirləşirdilər, təfəkkür edirdilər və Allah Teala da onlara qapı açırdı. Görürsən, fikirləşdim, gördüm ki, qəzəb bütün şərləri cəm edir. Abdurrahman Müstəid Rəhməllah deyir ki, bu kişi hansı ki, elə zənn etdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu sözü yəni cüz'i bir şeydir. Və yenə təkrar istəyir. İstəyir ki, geniş bir şey desin Peyğəmbər sallallahu aleyhi ve sellem yəni tövsiyəsində. Ona görə hər dəfə təkrarlayır ki, tövsiyə elə, tövsiyə elə. Nə vaxt ki, Allah Resulü sallallahu aleyhi ve sellem təkrar eyni şey deyir və başa düşür ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi söz geniş mənalı sözdür. Çox şey cəm edən sözdür. Və deyir ki, qəzəblənmə. Hər dəfə deyir, qəzəblənmə
və bunu eşidəndə başa düşür ki, nə isə özünün düşündüyü kimi cüz'i məsələ deyil, geniş mənalı sözdür. Ona görə ki, düşündüm, fikirləşdim və gördüm ki, bütün şərləri cəm edir qəzəb. Və bu iki hədis, iki əzəmətli işi cəm edir. Birincisi, səbəblərdən tutmaq, insan özünü gözəl əxlaqa vərdiş elətirmək, həlim olmaq, səbirli olmaq, təmkinli olmaq, yəni öz nəfsini yerləşdirmək ki, əxlaqdan özünün də payı olsun və həmçinin əxlaqdan kənara çıxmasın və insanlara əziyyət toxundurmasın sözlə və yaxud da feillə. Əgər insan buna müvəffəq olarsa ki, özünü məşq elətdirsin, vərdiş elətdirsin ki, mənim tərəfimdən kiməsə söz və yaxud da feillə əziyyət toxunmasın, təmkinli olum, səbirli olum. Əgər buna müvəffəq olarsa və insan özünü məşq elətdirərsə, birdən qəzəb gəldikdə gözəl əxlaqla onu yüyənləyər. Həlimli olmaqla, təmkinli olmaqla, səbirlə bunu qarşılayar. Və bilir ki, bu cür olsa, təmkinli, səbirli olsa, aqibəti gözəldir. Və ikincisi isə qəzəbdən sonra öz qəzəbini həyata keçirməsin. Və çox vaxtda insan qəzəb gəldisə onu rədd edə bilmir, dəf edə bilmir. Lakin qəzəbin gərəkdirdiyini həyata keçirməməyə bilər. Və insan qəzəbləndisə əgər, onda artıq sözlər, əməllər etməsin və şəriətin qadağan etdiyi şeylər danışmasın, əməllər etməsin. Və insan nə vaxt qəzəbin gərəkdirdiyi şeyləri etməzsə, o zərərli əməllər və yaxud da sözlər sanki həqiqətdə elə bil ki, heç qəzəblənməmişdir. Və Allah Rasulü sallallahu əleyhi və səlləm dediyi şey, qəzəblənmə, mənası necə olur? Mümkün deyil ki, insan qəzəblənməsin. Hər kəsdə qəzəb olur. Lakin insan qəzəbin gərəkdirdiyi o zərərli şeylər etmirsə, pis sözlər danışmırsa, həqiqətdə sanki heç qəzəblənməmişdir. Əgər belə olarsa, insanda həm ağıl qüvvəti olur və həmçində qəlb qüvvəti olur. Ağlı güclü olur insanın və həmçində qəlbi güclü olur. Necə ki, alimlər deyir, Cəbir ibn Abdullah evlənəndə atası Uhud döyüşündə ölür, evlənir. Sonra evləndiyi zaman Allah Resulü sallallahu əleyhi və səlləm ondan soruşur ki, yəni görür üzərində ətrin izi var. Ətrin izi var çünki keçmişdə qadınların ətirləri rəngi olurdu, lakin iyi olmurdu. Amma kişi ətirlərində isə qoxusu olurdu, amma iyi olmurdu, rəngi olmurdu. Və Allah Resulü sallallahu əleyhi və səlləm Cəbir ibn Abdullahın üzərində zəfəranın rəngini görür və soruşur, deyir ki, ey Cabir, evlənibsənmi? Deyir ki, bəli ya Resulullah. Deyir, yəni dul qadınla yoxsa yəni bakirə qadınla? Deyir ki, dul qadınla evlənmişəm. Və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, yəni sövq edir, rəğbətləndirir ki, yəni kaş ki bakirə evlənərdin. Və Cabir də cavab verir ki, ya Resulullah, atam Abdullah öləndə 10 qız uşağı qoydu getdi. Yəni 10 dənə bacısı var. Yəni balaca qızlardır. Deyir, mən istəmədim onların özləri kimi bir qız uşağını gətirim. Yəni elə qadınla evləndim ki, həm də onlara yəni bir analıq eləsin. Və alimlər deyir ki, baxın, şəhvətə qalib gələn ağıl. Şəhvətə güc gələn, qalib gələn ağıl. Yəni şəhvət, hər kəsin şəhvəti var. Və şəhvət başqa şey istəyir, lakin səhabə daha geniş fikirləşir və ağlı şəhvətinə qalib gəlir. Və burada da şeyx deyir ki, kim bunu cəm edərsə, qəzəb vaxtı qəzəbinin gərəkdirdiyini etməzsə, artıq sözlər danışmaz, Allah Teala'nın sevmədiyi, razı olmadığı şeylər dilindən çıxmazsa və həmçinin əməllərinə diqqət edərsə, onda həm ağlı güclü olar və həmçində qəlbi güclü olar. Yox, əgər insan qəzəbləndiyi zaman hər söz dilindən çıxır və artıq əməllər edirsə, həm ağlında naqislik olur və həmçində qəlbi zəifdir.
Allah Resulü sallallahu aleyhi ve sellem dediği kimi güclü insan güləşdə yıxan yox, əsl güclü, həqiqi güclü qəzəbləndiyi zaman nəfsinə malik olandır. Və insanın gücünün kamilliyi odur ki, yəni şəhvətinin gücünə qalib gəlsin. Yəni şəhvəti ona qalib gəlməsin. Və həmçinin pis nəticələr verən qəzəbinin gücünə qalib gəlsin. Yəni bu iki gücü, şəhvət gücü və qəzəb gücü, bu iki gücü insan yönəltməlidir din və dünyasına fayda verən şeylərə və həmçinin zərər verən şeylərdən də çəkindirməlidir. Və insanların ən xeyirlisi mən kənət şəhvətu və həvahu təbi'an limə cəə bihi rasul. Və insanların ən xeyirlisi o insandır ki, şəhvətini, nəfsi istəklərini Allah Resulü sallallahu aleyhi və səlləmin gətirdiyinə tabi edər. Qəzəbini, yəni haqqa kömək, yardım üçün istifadə edər. Və insanların da ən şərlisi o insandır ki, öz şəhvətlərinə, qəzəbinə məğlub olur. İnsanların ən şərlisi öz şəhvətlərinə və qəzəbinə məğlub olan insandır. Lakin güc, qüvvət, yardım, müvəffəqiyyət yalnız Allah Teala'dandır. Və xülasə olaraq əxlaqı, bütün əxlaqları, gözəl ədəbləri cəm edən 4 hədis var ki, 4 hədis alimlər deyir ki, bütün gözəl əxlaqları cəm edir. Və kim də bunları əzbərləyər, bu hədisləri hifz edər və həyata keçirər, doğruldarsa, əxlaq və ədəblərin əsaslarını özündə cəm etmiş olar. Əbu Muhammed İbni Əbi Zeyd Əl-Qayravani deyir ki, bütün xeyirlərin, yəni ədəblərin cəm olunduğu 4 hədis var ki, 4 hədisdən qaynaqlanır. Və bu 4 hədis sayır. Birincisi, mən kənə yu'minu billahi və liyevmil əxiri fəliyəqul xeyran və liyasmut. Kim Allaha və axirət gününə inanırsa, ya xeyir danışsın, ya da sussun. İkinci hədis, min husni İslam mər'i tərku mələ yəni. İnsanın İslamının gözəlliğindəndir, aid olmayan şeylər tərk eləməsi. O şey ki, sənə aid deyil. O şey ki, sən soruşulmayacaqsan qiyamət günü. O şey ki, dünyada və axirətdə sənə bir faydası yoxdur. Onu bilməməyin sənə zərər vermir. Onu bilməməyin sənə nə dünya, nə axirətdə zərər yoxdur. Və bilməyin də bir faydası yoxdur. Və insan ümumiyyətlə özünə aid olmayan şeylər tərk eləməsi dininin gözəlliyindəndir. Yox, əgər insan özünə aid olmayan, heç özünə fayda verməyən, onu bilməsə heç zərər də olmayan şeylər məşğul olursa, deməli, dininin gözəlliyində problem var, dinində naqislik vardır. Bu ikinci hədis deməli. İnsanın dininin gözəlliyindəndir ki, aid olmayan şeylər tərk eləməsi. Və üçüncü də bu biz keçdiyimiz lə təğdab, qəzəblənmə və dördüncüsü isə əl-mu'minu yuhibbu li axihi mə yuhibbu li nəfsihi. Əsl mümin o şəxsdir ki, özü üçün, öz nəfsi üçün sevdiyini müsəlman qardaşı üçün də sevir. Və birinci hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm dili qorumağa əmr edir. İnsan deyəcəyi şey fikirləşməli, tədəbbür etməlidir. Əgər xeyirdirsə danışır, şərdirsə susur. Yox, əgər qarışıqdırsa, bilmir xeyir yoxsa şər, susmaq daha yaxşıdır. Və kim də əgər dilini qoruya bilmirsə, xeyir əhlindən, gözəl əxlaq sahiblərindən olmur. Və ikinci hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm artıq şeyləri, lazım olmayan şeyləri tərk eləməyi buyurur. İstər söz, danışıqlar olsun, istər dinləmək olsun, aid olmayan şeyləri dinləmək və yaxud aid olmayan şeylərə baxmaq. Üçüncü hədisdə Allah Resulü sallallahu əleyhi və səlləm nəfsi saxlamaq əmr edir, qəzəbin gərəkdirdiyi şeyləri etməməyə, hansı ki, lə təğdab. Dördüncüsü isə qəlbin salamat olması, müsəlmanlara qarşı qəlbin təmiz, salamat, xeyirli olmasıdır ki, özü üçün nəyi sevir? Müsəlmanlar üçün onu sevsin.
Əgər özü üçün sevdiyi şeyi müsəlmanlar üçün sevirsə, deməli, özü üçün sevmədiyi şeyləri də müsəlmanlar üçün insan sevməyəcək. Və belə olsa qəlb təmizlənir. Kin, küdurət, düşmənlik, həsəd, qəlb xəstəlikləri qəlbdə qalmır. Və Allah Teala'dan istəyirəm ki, bizim qəlblərimizi islah eləsin. Və Allah Teala bizim hər bir halımızı, həm aşkarımızı, həm də xəlvətimizi islah etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.